Salam aleykum hər kəsə. Birinci sual nəzərdən keçirdək. Aşağıda müxtəlif orbitalların örtülmə formaları göstərilmişdir. Etilenin polimerləşərək polietilen əmələ gətirməsi prosesi ilə bağlı hansı mülahizələr doğulur? Deməli, etilen necə yazılır? Karbon H2 və bu polimerləşən zaman 2 qat rabitə qırılır. Yəni hansı karbona birləşibsə o karbondan çıxır. Burada yazıb ki, proses zamanı molekulda bir nömrəli örtülmədən yaranan rabitə qırılır. Bəli, bu pi rabitəni göstərir. Çünki perpendikularis sözündən götürülüb pi. Bu perpendikular və pi rabitə baxın, əvvəl var idi, sonra isə biz pi rabitəni müşahidə eləmirik. Birinci doğrudur. Proses nəticəsində molekulda yalnız 2 və 3 nömrəli orbital örtülmələr qalır. Bu pp orbital qapanmasıdır. Burada pp orbital qapanması yoxdur. Yəni sigma üzrədir bu. Yəni pp orbital qapanması sigma rabitə yaratmasını göstərir. Biz orada onu müşahidə eləmirik. Yaranan yeni karbon-karbon rabitələri 4 nömrəli örtülmə hesabına formalaşır. Burada bu karbon-hidrogen rabitəsinin görüntüsüdür. Reaksiya nəticəsində qeyri-hibrid orbitallarının sayı azalır. Bəli, qeyri-hibrid orbitalları əsasən pi rabitəni əmələ gətirən orbitallara da aid idi. Ancaq sonradan biz həmin o pi rabitəni müşahidə eləmirik. Bu onu göstərir ki, pi rabitəni əmələ gətirən qeyri-hibrid pi orbitalları artıq deməli mövcud deyil. Yəni azalma müşahidə olundu. Ona görə də burada doğru cavab 1 ilə 4 olacaqdır. Yəni C bəndi olacaqdır. İkinci sualda natrium hidroksid, üstəgəl xlor, natrium xlorid, natrium hipoxlorid və su. Bura 1-2 yazırıq. Alınan duzların mol sayları cəmi 4. Aşağı yazıram 1 üstəgəl 1. Tam reaksiya daxil olan xlor qazının həcmi A. Aşağı yazıram 22,4. 4 ilə 2 getdi ixtisarı. 2'ni 22,4'e vuranda 44,8 edəcək. Üçüncü sualda baxın. Karbon H3, karbon H, OH, karbon OH. Yəni burada yazıb ki, bu bilirsiniz ki, qısaltsa karbon 3, H burada deməli 3, 4, 5, 6 və O3'dür. Bu süd turşusudur. Bilirsiniz ki, bu iki funksional qrupu var. Bu karbon asimetrik karbondur, sağdan karboksil, aşağıdan OH, soldan metil və hidrogen. Və turşu olduğuna görə təbii ki, bu qələbinə reaksiya daxil olacaqdır. Ancaq iki əsaslı turşu deyil, çünki bir dənə karboksil qrupu var. Ona görə burada asimetrik karbon atomu var, düzdür. İki əsaslı turşu səhvdir, yağ turşusudur, səhvdir və natrium hidroksidlə reaksiya daxil olur. Bəli, doğru cavab burada üçüncüdə 1-4 olacaqdır. Dördüncü sualda elektrik cəryanı keçirən maddələri müəyyən edin. Kalium hidroksid biz bilirik ki, əridildikdə və ya suda həll olduqda elektrik cəryanı keçirən maddələr elektrolitdir. Ona görə bərk halda qəbul eləmirik. Qrafit bilirsiniz ki, deməli etik keçirmə qabiliyyətinə malikdir. Əridilmiş maye kürt buna aidiyyəti yoxdur. Kalsium xlorid baxın əridildikdə, yəni bu elektrik cəryanı keçirdəcək. Heç bir qeyri-elektrolitdir. Ümumiyyətlə üzvi kimyada elektrolit və qeyri-elektrolit necə tanıyaq? Burada 2 dənə qayda var. Birinci, suda həll olan olmalısan. İkincidə sənin ya COH-ın olmalıdır ya da NH2 olmalıdır ki, sən üzvü maddə olaraq elektrolit olasın. Heç suda həll olmasına baxmayaraq bunun bu funksional qrupları yoxdur. Ona görə biz onu qəbul etmirik. Və mis 2 sülfat, yəni suda həll olan duzdur və suda məhlulda elektroliz eləyir, eyni zamanda hidroliz eləyir. Amma ki, yəni bunun buna aidiyyəti yoxdur. Yəni mis 2 sülfat suda həll olur və dedi ki, suda həll olan deməli elektrolit olması üçün ya əridildikdə ya da deməli suda həll olduqda elektrik cəryanı keçirmə qabiliyyətinə malik olmalıdır. Ona görə də 6-cını biz qəbul edəcəyik. Doğru cavab burada olacaqdır. 2, 4, 6. Yəni 4-cü sualda doğru cavab C bəndində öz əksini tapacaqdır. 5-ci sualda biz burada turşu qaldığını görürük. SO4. Deməli SO4 bu şəkildə göstərilir. Baxın, hidrogensiz yazıram, çünki turşu qalında hidrogen yoxdur və kalsiumda 2 valentin ikisinə zəbt eləyir. Və bu 0,5 moldur. İyon rabitə burada metalla qeyri-metal arasında 2 dənədir. 0,5'e vuranda 1 eləyəcək. Pi rabitə də burada baxın 2 dənədir. 0,5'e vuranda 1 eləyəcək və bunların cəmi 2'ye bərabər olacaq, A bəndi olacaq.
6-cı sual nəzərdən keçirdək. Penten 1, karbon H3, karbon H2, karbon H2, karbon H, karbon H2. Bunun üzərinə H brom gələndə Markovnikov qaydasına görə hidrogen 2 qatlı hidrogeni çox olana halogen deməli aza birləşəcək. Eyni zamanda 2 metil buten 2, karbon H3 1, 2, 3, 4 dənə karbon, 2 qat ikinci boşluqda, bu da metil. Hidrogenlərini düzəldə CH3, H, karbon H3, bunun üzərinə H brom gələndə Markovnikov qaydasına görə hidrogen 2 qatlı hidrogeni çoxa, halogen deməli aza birləşəcəkdir. Sonra 2 metil buten 1, yenə belə yazdıq. Birinci boşluğa yazırıq. Metili də bura yazırıq. Bu hissələri düzəldək. CH2 və CH2. Bunun üzərinə də yenə H brom gələn hidrogen 2 qatlı hidrogenin çoxa, halogen aza birləşəcək və buradan görsənir ki, baxın, bu ikisində eyni məhsul alınacaqdır. Ona görə də 6-cı sualda doğru cavab Y bəndində öz əksini tapacaqdır. 7-ci sual nəzərdən keçirdək. Deməli, karbon yazıram, silisium yazıram. Biz bilirik ki, karbon halogenlərdən yalnız florla gedir. Buna getməyəcək, silisiumla gedəcək. Xlor, kalsium hər ikisindən gedir. Karbonla da silisiumla. Qatı nitrat turşusu demək karbonla gedir, silisiumla getmir. Hidrogen karbonla gedir, silisiumla getmir. Oksigen hər ikisindən gedir. Yalnız karbonla reaksiya daxil olur. Yəni burada yalnız karbonla reaksiya daxil olanlar C bəndində və D bəndindədir. Yəni 1-ə C, D-dir. Baxırıq ki, demək burada B bəndi və D bəndi ola bilər. Sonra yalnız silisiumla reaksiya daxil olur. Silisiumdan burada deməli biz ancaq A bəndində müşahidə edirik. Yəni fikir veririk ki, burada deməli A bəndində bu olacaqdır. Ona görə də biz bura A bəndi yazacağıq. Eyni zamanda artıq A bəndi yazanda fikir verirsinizsə, deməli ikincidə A və Y yazıbdır. Uyğun gəlmir. Üçüncüdə həm silisium, həm karbonla gedir. Bu B bəndində, həmçinin deməli Y bəndində öz əksini tapacaqdır. Ona görə də doğru cavab burada 1C-D, 2A, 3B, yəni 7-ci sualda doğru cavab D bəndində öz əksini tapacaq. 8-ci sualda M orta bərabərdir. M1V1 üstə gələk, M2V2 üstə gələk, deməli M3V3 və s. aşağıda V1 üstə gəl V2 üstə gəl V3. Ancaq burada deməli həcm payı deyir. Ona görə də biz burada deməli 75 vurulsun. Biz bunun nisbi molekul kütləsini bilmirik. Üstə gələk 25, bunu da bilmirik. Ona ki B yazırıq. Aşağıda isə deməli bunların, yəni həcm paylarının cəmi, yəni 100 olacaqdır. İkincidə M2 bərabərdir. Yazacaq yuxarıda 25A. Üstə gəl deməli 75B. Aşağıda isə demək bunların cəmini yazacağıq və bu zaman birincini ikinciyə bölmək lazımdır. Birincini ikinciyə böləndə yüzlər ixtisar gedəcək. 75A üstə gəl 25B, aşağıda 25A üstə gəl 75B bərabərdir 1,25 olacaq. Buradan 75A üstə gəlinsin, deməli 25B bərabərdir 1,25-i biz məxrəcə vuracağıq. 31,25A üstə gəl 93,75B olacaqdır. Sonra deməli biz bunu həll edirik. 43,75A bərabərdir 68,75B. Və burada deməli görürsünüz ki, aşağıda A üstə gəl B bərabərdir 72 yazıb. Buradan A bərabərdir 72 çıx B. Yerinə yazırıq 43,75-i vururuq 72 çıx B-yə. Bərabərdir 68,75B və buradan da biz B-ni rahatlıqla tapırıq ki, B bərabər olacaqdır deməli 28-ə. Bu da bizdən B qazı nisbi molekul kütləsini soruşur. Ona görə doğru cavab burada B bəndi olacaqdır. 9-cu sualda sulfat turşusu məhluluna tədricən natrium OH əlavə edəndə. Sulfat turşusuna deməli natrium hidroksi əlavə edəndə təbii ki, deməli tədricən natrium OH əlavə edirik. Yəni qələbini biz artıra gedirik. Artıq demək bu qələbi mühitə doğru gedir. Məsəl üçün tutaq ki, məsəl üçün neytrallaşma olur. Neytrallaşmadan sonra da artıq qələb artdıqda artıq mühitdə OH ionlarının qatlığı artacaqdır. Ona görə biz burada pH-ın burada artmasının üçün qələbi mühitdə pH böyüklüyü 7-dir. Yəni biz bunu qəbul edəcəyik. Mis 2 nitratın suda məhlulda elektrolizi
mis NO2 üstə gəlinsin, deməli su, əmələ gəlir mis üstə gəl oksigen, üstə gəl deməli HNO3 və burada biz müşahidə edirik ki, deməli artıq mühitdə hidrogen ionları artıqlığı var, yəni artıq bu turş mühitdir və bu isə pH kiçikdir 7 deməkdir. Xlorət duzu, natrium xlor üstə gəlinsin su, suda məhlul elektron zamanı katodda hidrogen, anodda xlor və natrium hidroksid. Baxın, artıq qələvi mühit müşahidə olunur. Ona görə burada da pH böyüklüyü 7 olacaqdır və 9-cu sualda doğru cavab A bəndi olacaq. 10-cu sualda deməli burada karbon H, burada demək karbon H3, karbon H2 xlor üstə gələk H xlor alınacaqdır və görürsünüz ki, karbon burada da SP3 vəziyyətindədir. Burada da çünki 2 qat, 3 qat yoxdur. Amma burada baxın diqqətdən, burada artıq karbon SP2 vəziyyətindədir və xlorlar birləşəndə bu zaman artıq karbon SP3 vəziyyətinə keçir. Və hətta Kucherov reaksiyasında əvvəl deməli SP vəziyyətində idi. Sonuc olaraq karbonlar artıq burada biri SP3, biri SP2 vəziyyətinə keçir. Və hətta burada karbon H3, karbon H2OH artıq bu karbonda hibrid dəyişikliyi baş verir. Və hətta burada karbon H2, karbon H xlor, burada da əvvəlcə SP idi, indi isə SP2 oldu. Yəni dəyişilmir burada, 10-cuda A bəndi olacaqdır. 11-ci sualda deməli hansı maddənin sinif arası izomeri yoxdur? Qarışqa turşusu. Biz bilirik ki, doymuş bir əsaslı karbon turşuları mürəkkəb efirlərlə izomerdir. Ancaq mürəkkəb efirlərin ilk nümayəndəsinin 2 karbonu var. Qarışqa turşusu izomeri olmayacaqdır. Etanol deməli bilirsiniz ki, sadə efirlərlə doymuş bir atom spirtlər izomerdir və sadə efirlərin ən kiçik nümayəndəsinin 2 karbonu var. Burada da etanolun 2 karbonu var. Ona görə bunun izomeri var. Etilin deməli alkendir. Alkenlər sikloalkanlarla izomerdir və sikloalkanların ilk nümayəndəsində 3 karbonu var. Bunun isə 2 karbonu uyğun gəlməyəcəkdir. Ona görə biz bunu qəbul eləmirik. Propin bu alkindir və alkin deməli alkadiyendən izomerdir. Bu alkadiyenlərin ilk nümayəndəsi propadiyen. Bunun deməli 3 dənə karbonu var, yəni bu uyğundur. Formaldehid, aldehidlər ketonlarla izomerdir və ketonların ilk nümayəndəsinin 3 karbonu var. Bu da uyğun gəlməyəcək. Ona görə də 11-cidə B bəndində öz əksini tapacaqdır. 12-ci sualda fikir verirsinizsə, deməli əvvəl 60 qram, sonra 50 qram, 10 qram azalma olub. Deməli 10 qram azalma zamanı, bu zaman nə qədər mis 2 oksid sərf olub bilmirəm. Amma diqqətlə biz baxsaq, bək qalıqda əvvəl oksigen var idi, sonra yoxdur, 16 qram azalma olub. 16 qram azalma olanda 80 qram mis 2 oksid buradan sərf olur və bu zaman görə mis 2 oksid nə qədər sərf olunur? Buradan bunu biz hesablayırıq. Bu zaman 50 qram mis 2 oksid sərf olur. Əvvəl neçə idi? Mis 2 oksid 60 idi. 60-ın 50-si getdi. Son kütlədə, yəni 50 qramın içində 10 qram mis 2 oksid oldu. 40 qram da onda burada mis imiş. Aydındır. Yəni ki, bu 60 qram əvvəl var idi və biz gördük ki, 50 qramı getdi mis 2 oksidin. Sonda deməli mis 2 oksid 10 qram qaldı bək kütlədə. Son bək kütlə 50-dir. Onun 40 qramı da deməli onda mis imişdir. Çünki bək kütlədən gedir söhbət. Ancaq bizdən bək qalıqda oksidin kütlə payı, yəni bunu soruşur. Onu bölürəm 50-yə, vururam 100-ə və 12-ci sualda doğru cavab deməli C bəndində öz əksini tapacaq. 13-cü sualda propanol aldehiddir. Aldehidi birli spirtlər əmələ gətirir. Karbon sayı saxlanılmaqla propanol 1 ola bilər. Eyni zamanda propanol 1 ola bilər. Propanol 1 ola bilər. Butanol isə burada deməli ketondur. Bunu artıq ikili spirt əmələ gətirir karbon sayı saxlanılmaqla. Yəni butanol 2 əmələ gətirə bilər. Bu yenidən doğru qəbul edilir. Butanol 2 yenə qəbul edilə bilər. Ancaq butanol 1 artıq qəbul edilməyəcəkdir. Amma adi şərtdə üçlü spirtlər oksidləşmiş və burada görürsünüz bu birli spirtdir. Ona görə biz bunu da qəbul eləmirik. Amma 2 metil propanol 2, deməli 2 metil propanol 2. Baxın bu üçlü spirtdir çünki OH birləşən karbon 3 dənə karbonla birləşib. Ona görə də 13-də A bəndi olacaq. 14-cü sualda 1-ci, 2-ci, 3-cü qablarda mis 2 sülfat məhlullarına A, B, C metallarından hazırlanmış lövhələr daxil edilir. Birinci qabda müəyyən müddətdən sonra metal lövhənin üzəri rəngli təbəqə ilə örtülü və kütləsi dəyişir. Təbii ki, bu nə deməkdir? Metal buradan mis-2 sülfatdan misi çıxardır. Yəni, belə deyək, ondan əvvəldə yerləşibdir. Yəni, birinci qabda müəyyən müddətdən sonra ona görə də biz deməli A-nı misdən əvvələ yazırıq. Ancaq burada yazıb ki, ikincidə şiddətli qaz qabarcıqları ayrılır və məhlulda tədricən göy rəngli çöküntü yaranır. Təbii ki, bu qaz qabarcıqları yaranır lap aktiv metallarda.
Ləman, Çingiz, Rainbow kinosuna baxmağı sevir cana metallar. Çünki bunlar duzu qoyub su ilə reaksiya gedir, buradan qaz ayrılır. Ona görə bu lap aktiv metallar biz deməli beyni lap önə yadacağıq. Amma üçüncüdə heç bir dəyişiklik baş vermir. O deməkdir ki, C misdən zəifdir. Təbii ki, misdən bu C-nin köməyinə misi almaq olmaz, çıxartmaq olmaz. Digər ikisi isə misdən güclüdür. Ancaq mən nə dedim bayaqlarım? Məsələn, tutaq ki, məsəl üçün biz natriumu mis 2 sulfat məhluluna daxil eləsək, bu zaman burada birinci natrium su ilə reaksiya daxil olacaq. Əmələ gələcək natrium hidroksid və hidrogen, daha sonra həmin bu natrium hidroksid mis 2 sulfatla reaksiya daxil olur. Mis OH2 və natrium sulfat alınır və buradan biz metalın çıxdığını görmürük. Amma çünki bunlar su ilə reaksiya gedirlər ilk əvvəl. Ona görə də biz bundan da deməli əlimizi üzürük. Ancaq bu deməli metal misi yəni çıxarda bilər. Sərbəst mis metalı almaq üçün yetərlidir. Ona görə də burada 14-cü sualda doğru cavab C bəndi olacaqdır. 15-ci sualda verilənlərə əsasən 44,8 litr normal şəraitdə metan qazı su buxarı alınmaqla yandırdıqda ayrılan istilik miqdarını və metan əmələ gəlməsini hesablayın. Ümumiyyətlə, metan əmələ gəlməsini biz birbaşa buradan tapa bilərik. Çünki əgər mürəkkəb maddə bəsit maddələrdən əmələ gəlirsə və orada birbaşa istilik effektini mürəkkəb maddənin əmsalına bölməklə əmələ gəlməsini tapa bilərik. Yəni, burada 75 kilojoldur. Doğru cavab ya budur, ya budur, ya da budur. Qaldı ki, burada yazıb ki, metan qazı su buxarı alınmaqla yandırdıqda. Yəni ki, su buxarı alınmaq burada su buxarı halında deyil, maye halındadır. Aydındır, ona görə də biz nə edirik? Baxın, birincini köçürdürəm. Metan üstə gəl. 2O2 əmələ gəlir CO2 qazı və 2H2O maye plus 890. Ancaq mənə lazımdır ki, yəni buxar sağ tərəfdə olsun. Burada buxar sağ tərəfdədir. Və bu da deməkdir ki, gərək mən bu mayeləri və bu su ilə bu suyu ixtisar edeyim ki, onlar ixtisar getsin, reaksiyada sağ tərəfdə su buxar halında qalsın. Ancaq burada birinci tənlikdə suyun qarşısında 2 var, burada isə deməli 1 var. Ona görə mən ikinci tənliyi 2-yə vuracağım. 2H2O maye əmələ gəlir 2H2O buxar. Bu zaman bu mənfi 88 eləyəcəkdir. Və bu zaman tərəf-tərəfə toplayırıq. Sağ tərəfdən sol tərəf ixtisar gedir. Qalır deməli metan, üstə gəlir 2O2, əmələ gəlir CO2, üstə gəlir 2H2O buxar və 890-dan da deməli tərəf-tərəfə toplayanda 890-dan 88-i çıxanda deməli 802 edəcəkdir. Və buradan da görürük ki, 22,4 litre normal şəraitdə metan yanında 800 kilojol istilik ayrılacaqdır. Ancaq burada 44,8 yazıbdır. Bu zaman nə qədər ayrılacaqdır? Buradan bu getdi ixtisara 2 və 2-ni də 802-yə vuranda 1604 doğru cavab C bəndi olacaq. 16-cı sualda qısa iyon tənliyi H müsbət və OH mənfi sonda su alınsın. Fikir verirsiniz və burada sonda su alınmayacaqdır. Daha doğrusu demək su alınacaqdır. Alınır buradan natrium xlor, üstə gəl CO2, üstə gəl su. Ancaq biz bunu niyə qəbul eləmirik? Bir daha təkrar edirəm. Klorid turşusu, karbonat turşusunu çıxardanda əmələ gəlir natrium xlor, CO2 su. Bunu niyə biz qəbul eləmirik? Çünki qısa iyon tənliyində qazdır, çöküntüdür, sudur, zəif elektron olduğu kimi qalır. Və əgər bu qısa iyon tənliyi Y bəndinə uyğundursa, bəs bu CO2 niyə göstərməyiblər? Bu da göstərilməlidir axı qısa iyon tənliyində. Ona görə bu buna uyğun deyil. D bəndində əmələ gəlir barium sulfat, üstə gələk su. Fikir verirsiniz, burada deməli dedim ki, qısa iyon tənliyində sonda, yəni qısa iyon tənliyində çöküntü, qaz, su, zəif elektron göstərilməlidir. Bu da çöküntüdür. Bu niyə göstərilməyib? Demək, bu buna uyğun deyil. Həmçinin buradan əmələ gəlir kalsium karbonat, üstə gəlinsin su. Burada da baxın, yenə bax, suda həll olmayan var. O da göstərilməlidir. Bu da buna uyğun deyil. Ancaq B bəndini götürməyəcək. Niyə görə? Çünki bu çöküntüdür və çöküntü dedik olduğu kimi qalmalı. Yəni reaksiyanın əvvəlində OH iyon halında yox, sink OH2 formasında olmalıydı. Ona görə biz bunu da qəbul eləmirik. A bəndindən nə alınır? Natrium sulfat, üstə gəlinsin su. Həqiqətən burada hidrogen iyonunu bu verəcək, OH iyonunu bu verəcək. Sonda da deməli su olduğu kimi qalacaq və bu qısa iyon tənliyinə uyğundur. 16-da doğru cavab A bəndi olacaq.
17-ci sualda 120 qram 25 faizli nitrat turşusu məhluldur. 120 vurulsun 25 bölünsün 100. Bunun 30 qramı nitrat turşusudursa, yerdə qalan 90 qramı sudur. Və N2O5 su ilə reaksiya daxil olur, əmələ gəlir HNO3. İndi burada bizə deyir ki, susuz nitrat turşusuna çevrilsin. Yəni burada deməli bu su tamamilə ləğv olsun. Yəni 90 qram 18 qram, bu zaman neçə qram deməli yəni A-nı soruşur bizdən. A da ki burada N2O5-ə aiddir, diazot pentoksidə. Bunun emeri hesablayaq nə qədərdir? Burada verib 108 və 90-ı vururam deməli 108-ə, bölürəm deməli 18-ə. Doğru cavab 540 eləyəcək. 18-ci sualda verilmiş maddədən hansının həm məndəsi, həm optiki, yəni asimetrik karbon izomeri mövcuddur? 2 metil penten 2, 1, 2, 3, 4, 5, penten 2 ikinci boşluğa yazıram. 2 metil bura yazıram və diqqətlə fikir verirsiniz, 2 qat rabitəyə birləşən karbonlardan birinə 2 eyni qrup birləşib, artıq bu cis trans olmayacaq, yəni bu cavaba baxmayacaq. 4 metil heksen 2, 1, 2, 3, 4, 5, 6, heksen 2 ikinci boşluğa yazıram. Sağ tərəfdən nömrələyəndə metil də deməli buraya yazacağım. Bunların demək hidrogenlərini səliqəli şəkildə düzəldək. Və fikir verirsinizsə 2 qat rabitənin sondakı karbona metil və ikili butil, hidrogen və ikili butil, hidrogen və ikili butil, sağ tərəfə metil və hidrogen birləşibdir. Yəni ki, belə deyək, cis trans izomerin qaydası nədir? 2 qat rabitə karbonlar arasında olmalıdır. Sağdakı karbona da müxtəliflə birləşməlidir, soldakına da müxtəliflə birləşməlidir. Bir də sağda olanlardan hansısa 2 qat rabitəyə birləşən karbonlar da solda da olmalıdır. Yəni hidrogen hər ikisində var. Yəni cis trans izomerlik var. Həmçinin bu karbon asimetrikdir. Soldan etil, aşağıdan metil, hidrogen və sağdan bu qrupla birləşibdir. Ona görə biz B bəndini qəbul edəcəyik. 19-cu sualda natrium hidrokarbonat parçalanacaq. Natrium karbonat CO2 və H2O kütlə etkisi parçalanma reaksiyasında qaza və suya aiddir. 200-ün 31%, yəni 62 qramı yazıram bu qazla suyun üstünə. Bunlar özdə 44/18 eləyir. Bu da M2 vurulsun 84. Buradan biz tənasüblə tapırıq ki, natrium hidrokarbonat əvvəl neçəyim? Tapırıq ki, M buradan bərabərdir 168, 200-dən 168 çıxanda bu zaman bu eləyəcək deməli 32 qram natrium karbonat, 32 bölünsün 200 vurulsun 100 və doğru cavab deməli 16 edəcək. 20-ci sualda orta fosfat turşusu o zaman özü olan duza deməli duzla reaksiya daxil olur ki, orada deməli ya PO4 qalıq olsun ya da HPO4 qalıq olsun. Çünki PO4 qalıq olanda onun üzərinə H3PO4 gələndə HPO4 olacaq. HPO4 qalıq olanda isə onun üzərinə H3PO4 gələndə H2PO4 olacaq. Ona görə birincidə deməli biz fikir verdik ki, PO4-ün üzərinə H3PO4 gələndə baxın HPO4 var. Yəni ondan sonraki qalıq əmələ gəlib. Həmçinin HPO4-dən sonra da növbəti qalıq əmələ gəlib. Ancaq H2PO4-dən sonra başqa bir qalıq yoxdur. Aydın ona görə H2PO4 qalığı olan duzun üzərinə H3PO4 gəlmək olmaz. Ona görə burada doğru deyil. 3-cü. 21-ci sualda gliserin karbon H2, OH, karbon H, OH, karbon H2, OH-da glisin isə NH2, karbon H2, yəni sirkət turşusuna yaranmadır. Və karboksil qrupu təbii ki, bunların ikisinə də eyni deyil. Suda həll olur ikisi də. Amma karbon sayı gliserində 3 dənə, glisində 2 dənədir. Ona görə də 21-ci sualda doğru cavab bizdən eynin soruşduğuna görə biz ikincini qəbul edəcəyik. 22-ci sual. NO2, N2O4. Bunun molunu bilmirəm, bunun molunu bilmirəm. Və deməli burada N2O4-dən NO2 alınır. Əmsallaşdırırıq. Burada yazıb ki, N2O4-ün hamısı NO2-yə çevrilir. N2O4 Y-dir. Görə nə qədər NO2 alınacaq? Tapıram ki, 2Y NO2 alındı. Deməli sonda təzə
2y NO2 alınır. Bir də əvvəldən istifadə olunmamış. Çünki NO2 istifadə olmadıq. X NO2 alınır. Yəni sonda bunlar alınıb. Yəni 2O4 artıq yoxdur. Çünki bunun hamısı getdi. Aydındır. Yəni biz burada NO2 N2O4 götürdük. Yəni bu X-dir, bu da Y idi. Və burada N2O4'ün hamısı getdi. Bu zaman 2Y NO2 alındı. Əvvəldə də istifadə olunmamış X NO2 qaldı. Deməli, əvvəl X plus Y idi qarışıqda. Yəni görsənir. Sonra deyik ki, ilkin qarışığa görə mol sayı 20% artıb. 20% yəni 0,2 artıb. Yəni nə qədər? 0,2 X plus 0,2 Y artıb. Qabaq neçə idi? X plus Y deyildi. Bu qədər artanda neçə olur sonda? 1,2 X plus 1,2 Y. Deməli, sonda 1,2 X üstə gəl 1,2 Y olur qaz qarışığı. Hansı ki, bu buna bərabər oldu da. Yəni, sonda bunlar da buradan 0,2 X bərabərdir. 2-dən çıxıram. Deməli, 1,2-ni 0,8 Y hər tərəfi 0,2 böləndə X buradan bərabərdir 4Y. Gətirib burada X-i pozuram, yerinə 4Y yazıram. Vəssalam. İndi bizə nə deyir? Deyir, ilkin qarışıqda azot dioksidin kütləsi 4Y vurulsun 46. N2O4'ün deməli kütləsinə Y vurulsun. Bu nə qədər eləyir? 28 üstə gəl 64, 92. Y-lər getdi ixtisara. Bununla bu getdi ixtisara. Burada qaldı ki, 4'ü 2-yə böləndə 2 eləyəcək. 22-də doğru cavab B bəndi olacaq. 22-ci sualda su və amoniak üçün fərqlidir. Hər ikisində oksigen və azot SPH vəziyyətindədir. Bu oxşardır. Molekular rabitələrin sayı burada deməli 2 rabitə var. Burada isə deməli 3 rabitə var. Bu fərqdir. Rabitə əmələ gəlməsinə səbəb olan hibrid elektron buludlarının sayı, yəni dedik ki, burada da SPH-dür. Suda, eyni zamanda amoniakda da azot SPH-dür. Sadəcə oksigenə baxın, 2S2 2P4 və burada baxırsınızsa deməli hibrid 4 dənə SPH hibrid olub. Bunun ikisi cüt elektron daşıdığına görə bunlar rabitə yaratmır. Rabitə yaradan bu ikisidir. Amma azotda 2S2 2P3'dür. Və burada demək 2 verirsinizsə deməli hibridin ancaq biri cüt elektron daşıyır. Cüt elektron daşıyan rabitə yarada bilməz. Burada da 2 rabitə yaradır. Yəni bu fərqdir. Maye halında hidrogen rabitə əmələ gətirməsi bəli, yəni burada OH qrupu var, NH3 qrupu var. Maye halında bunlar molekular arasında hidrogen rabitə əmələ gətirəcəkdir. Yəni fərqi soruşduğuna görə 23-də biz D bəndinə baxacağıq. 24-cü sual, litium suyla reaksiya daxil olanda əmələ gəlir litium hidroksid və hidrogen. Solda hidrogen 2 dənədir, burada biri var. Bu 0,5 2-yə vuranda burada 1 eləyir, sol və sağ bərabərləşir. Həmçinin kalsium hidrid üstə gəl su əmələ gəlir kalsium hidroksid üstə gəlinsin hidrogen. Oksigen sağda 2, bura 2 yazıram. Hidrogen solda 6 oldu. Burada 2 yazıram. Deməli, m qram litium daxil olanda bu zaman buranı görə nə qədər hidrogen tərk edir? 7, bu da 1 eləyir. A buradan bərabərdir. M bölünsün 7 qram buranı tərk eləyir. Əvvəl m idi. M bölü 7 tərk elədi. Qaldı 7, yuxarıda 6m. Burada bu qədər qaldı. Bu qədərsə demək hidrogen tərk elədi. Bu da m qramdır. Görə bura nə qədər tərk eləyir? Bura yazıram 42, bura yazıram 4. B də buradan bərabərdir. 2m bölünsün. Deməli 21 olacaqdır. Buranı tərk eləyən hidrogen qabaq m idi və buranı 2m böl 21 tərk elədi. 21. Bu da olacaq deməli 19 m böl 21 də burada qaldı. Bu da burada deyir ki, əlavə olunan maddə tam reaksiya daxil olunur. Ayrılan qaz 40 qramdır. Yəni ayrılan qaz birincidə m plus 7-dir. İkincidə 2m böl 21-dir. O da 40-a bərabərdir. Kəsirdən qurtarmaq üçün hər tərəf 21-ə vururam. Bunu da 21-ə vururam. Bunu da bu getdi ixtisa. Burada qaldı 3. Bunlar getdi. 5m bərabərdir 40 vurulsun 21 və buradan da 40-ı 21-ə vurub 5-ə böləndə 168. M buradan bərabərdir 168 eləyir. İndi burada bu qədər qalmışdı. 6 vurulsun 168 bölünsün 7. Burada 144 qram qalır. Yazaq.
Burada da 19 vurulsun 168 bölünsün 21. 19 vur 168 böl 21. Burada da 152 qalır. Və burada da deyir ki, taralığı yenidən tərəzini yenidən taralığa gətirmək üçün kütləsi az olan tərəfə neçə qram su əlavə etmək lazımdır? Təbii ki, burada azdır. 144-ün isə 8 gələndə deməli taralıq yaranacaq. Doğru cavab A bəndi olacaq. 25-ci sualdır. Burada ancaq 2-3 dimetil butan alınır. Ortadan bölürəm. Yəni eyni radikaldan alınıb. Y1 mənalı şəkildə izopropildir. Deməli doğru cavab ya A-dır, ya B-dir. Digərlərinə baxmayacağıq. Ancaq bu ikisinə baxacağıq. Daha sonra X xlorla Y xlor daxil olanda 2-3 dimetil butan alındı. Bu heç də burada Y xlor öz arasında daxil. Bir də 2 metr butan alınır. Bunu da ortadan böləndə bu Y-i təmsil eləyir. Onda belə çıxır ki, bu da X-i təmsil eləyəcəkdir. Ona görə doğru cavab burada B bəndi olacaq. 26-cı sualda deyir, X-Y-Z bəsit maddələrdir. Natrium peroksid CO2 reaksiyaya daxil olanda sualtı qayıqlarda kosmik gəmilərdə havanın bərpası, natrium karbonat və oksigen alınır. Barium peroksid qatı sulfatla ozon əmələ gəlməsidir və metan su reaksiyaya girəndə karbon monoksid və hidrogen, yəni bəsit maddə deyilən ki, belə yazılır. Silisium deməli oksigenlə gedir. Kalium, yod üstə gəl, su üstə gəl, ozon, bu kalium hidroksid, üstə gələk oksigen, üstə gəl yod 2, bu da deməli ozonun təyinidir. Alüminium hidrogenlə getmir reaksiya. Gümüş oksigenlə getmir reaksiya. Oksigen deməli burada hidrogenlə gedəcək. Və dəmir üstə gəl, oksigen üstə gəl, su, bu korroziya, dəmir 3 hidroksidin əmələ gəlməsidir. Və burada 4 dənə reaksiya getdi. Bizə deyir ki, neçəsi baş verə bilər? 4-dür. 27-ci sualda deməli metan, oksigenlə iki cür reaksiya aparırıq. Əvvəlcə karbon dioksid üstə gəl, su, bu tam oksidləşmədir. Bir də oksigenlə reaksiya aparırıq, natamam oksidləşmə. Bura A yazaq. Bunu əmsallaşdıraq əvvəlcə. Deməli, oksigen burada 2 yazacam. Və A yazanda 2A, A, 2A. Buna da deməli, buna da diqqət eləsək, bura 2 yazsam, oksigen sağda 3 olur, bura 1, onda 5 yazıram. Bu da B mol. Bu şəkildə. Metan deməli yuxarıda A, aşağıda B bərabərdir 10. Oksigen yuxarıda 2A, aşağıda 1,5 B. Bu da eləyir 17. Yuxarıdan A bərabərdir 10 çıx B. 2 vurulsun A-nın yerinə 10 çıx B üstə gəl 1,5 B bərabərdir 17. 20 çıx deməli 0,5 B bərabərdir 17. 3 bərabərdir 0,5 B. B buradan 6-ya bərabərdir. A da 4-ə bərabərdir. Deməli, çox adam nədə çaşır? Deməli, belə deyək, 4-ü bura yazır. Eyni zamanda 6-nı bura yazır. Onda bura 4, bura 6 düşür və fikirləşir ki, 10 molun hamısı oksidləşdi. Təbii oksidləşdi, təbii. Ancaq tam oksidləşmədir. Yəni CO2-nin alınmasını deyil, bu natamam oksidləşmədir axı. Ona görə 10 molun 4, yəni 40% tam oksidləşib. 28-ci sualda hansı reaksiyadan alınan məhsullar doğru verilməmişdir? Təbii ki, A bəndi doğrudur, B bəndi doğrudur. Amma D bəndinə baxın, oksidi ortadakılar verir. Ona görə bu D bəndə uyğun gəlməyəcək. 29-cu sualda deməli salon, selluloza, laftan, nişasta. Bunlarda əsas zəncirdə karbonla yanaşı oksigen də var. Ona görə də deməli karbonla oksigen uyğundur bura. Sonra zenk, zolal, enant, neylon, kapron. Bu aiddir deməli karbonla azot əsas zəncirində olanlar. Bu da deməli uyğundur bura. Digərlərində əsas zəncirdə karbon var. Ona görə də 29-da diqqətlə baxsaz C bəndinə, yəni bizim yazdığımız uyğun gələcək. Burada fikir verirsinizsə, X millilitr, yəni X qram su buxarlanın, yəni suda həll ediləndə nə qədər çökmə baş verir bilmirəm. Amma qrafika baxın, qrafik 1000 qram su üçündür. Və bu zaman 70 dərəcədən 30 dərəcəyə 600 qram çöküb. Buradan deməli biz tapırıq ki, yəni indi bizə lazımdır çökən M buradan bərabər 0,6 X çöküb. Bu çökəni deməli həll eləmək üçün 30 dərəcədə 450 qram su lazımdır. 30 dərəcədə isə 200 qramı həll etmək üçün qrafika görə 1000 qram su lazımdır.
Buradan da deməli 200'ü vururam 450'ye bölürəm 0,6'ya. Deməli 200 vurulsun 450 bölünsün 1000 bölünsün 0,6 150 eləyir. Bir daha tək eləyirəm. Burada fikir verirsinizsə deməli x qram sudur. Orada nə qədər bu x qram su olanda nə qədər çökür bilmirəm. Ancaq qrafik 1000 qram su üçündür. 1000 qram suda 600 qram çökəcək. Tapıram buradan çökən 0,6x. Bu da yadır ki çökən duzu. Yəni 0,6x'i həll etmək üçün 450 qram su lazımdır 30 dərəcədə. 30 dərəcədə də suyun altından suyu yazıram. 1000 duzun da altından duzu yazıram. Deyəcəksiniz ki bu 200 qram çökən deyil axı. Burada kimsə deyir ki çökəndir. Bu deyir ki çökən duzu həll etmək üçün. Demək ki çökən duzu tapmaq üçün. Həll etmək üçün. Yəni bunu həll etmək üçün bu qədər su lazımdır. 30 dərəcədə də 200 qramı həll etmək üçün 1000 qram su lazımdır. Yəni burada qeyri-adi bir şey yoxdur. 31-ci sual nəzərdən keçirdik. Burada deməli fikir verirsinizsə dövrü cədvələ göstərilmiş əsas yarımqrup elementlərin əmələ gətirdiyi hansı birləşmənin formulu yanlışdır. Yəni birinci x-dən z-ə baxaq. X deməli birinci qrupdadır, hidrogendir. Z deməli 6-cı qrupdadır. Bu da deməli bunun valenti 8-6 2 eləməlidir. Həm də ki bilirik ki ikinci dövr 6-cı qrupda oksigendir. Yəni bu şəkildə olmalıdır. Bu doğrudur. Y-lə elə baxırıq. Y 4-cü qrupdadır. Valenti 8-4 4 eləyəcəkdir. L 7-ci qrupdadır. 8-7 1 eləyəcək və bu şəkildə doğrudur. Sonra T ilə Z-ə baxırıq. T ikinci qrupdadır, metaldır. Valenti qrupu nömrəsinə uyğundur. Z yenə də ikincidədir. Bu TZ olmalıdır. Sonra TL. T deməli ikinci qrupdadır. L deməli 7-ci qrupda 8-7 1. Bu belə olmalıdır. Ona görə bu ifadə səhv olacaqdır. 31-də deməli D bəndi olacaq. 32-ci sualda deməli xrom bilirsiniz ki xrom 2 hidroksid var və xrom 3 hidroksid var və biz burada OH-ı məsəl üçün birini halogenlə əvəz eləsək, burada deməli OH halogenə bərabərdir. Ancaq burada deyir ki, bunun biri böyük olmalı. Ona görə biz buna baxacağıq. Xrom, ona görə deməli OH-ı 2 götürürük, xloru 1. Xrom burada 3 valentlidir. Və burada görürük ki, xrom 3 dihidroksixlorid olacaq. Ona görə də 32-ci sualda yenə əsası durda C bəndi olacaqdır. 33-cü sualda A üstə gəl B amin turşudur. Bu zaman oranı 18 qram su tərk eləyir və bu zaman dipeptid alınır. Buradan A üstə gəl B bərabərdir. A üstə gələk deməli 71 üstə gəl 18 alar getdi. B bərabərdir 89'a. Bir yana yazırıq. B 89'a bərabərdir. Daha sonra A üstə gəl C buranı 18 qram su tərk eləyir. B üstə gələk 85 olur. A üstə gəl C bərabərdir. B 89 üstə gəl 85 üstə gələk deməli 18. A üstə gəl C bərabərdir 192'ye. Tapdıq ki, A üstə gəl C 192'ye bərabərdir. Sonra B üstə gəl C üçüncüdə. Minus 18 bərabərdir 188. B 89'dur. C bərabərdir 188 üstə gəl 18. Buradan deməli C bərabərdir 117. Yazıram C bərabərdir 117. A üstə gələ 117 bərabərdir 192. A da buradan bərabərdir 192'dən çıxıram. 117'ni eləyir 75. Vəssalam bunları toplayıram. B 89'dur. A 75'dir. C də 117'dir. Bu da deməli 89 üstə gəl 117 üstə gəl 75. Bu 281 eləyir A bəndi olacaq. 34-cü sualda kalium permanganat H-xlorla reaksiya daxil olanda kalium xlorid, mangan, xlor 2, xlor 2 və su alınır. Xlor kalium hidroksid temperaturda kalium xlor O3 su alınır. Disproporsiya budur. Bir də solda eyni elementin oksidaşma dərəcəsi bir dəfə azalır, bir dəfə artır. Ona görə bu bura aiddir. Reaksiya məhsullarının biri sudur. Hər ikisində su var. Ona görə 2'ni bura yazıram. Reaksiyadan oksigeni turşun duzu alınır. Bu da yenə sağ tərəfə aiddir.
Molekular arası oksidativ baxın, manqan müsbət 7-dən müsbət 2-yə gəlir, oksidləşdiricidir, xlor mənfi 1-dən 0-a gəlir, reduksiya edicidir. Ona görə bu bura aiddir. Və oksidləşdiricinin 1 molu 5 elektron qəbul edir. Müsbət 7-dən müsbət 2 5 elektronu alıbdır. Burada 0-dan müsbət 5-i bu 5 elektron veribdir. Ona görə də deməli o da bura aid olacaq. 34-cü suala doğru cavab deməli C bəndi olacaq. 35-ci sualda kalsium karbonatı yazıram. Natrium xlorit yazıram. X mol, Y mol yazıram. Karbonun kütlə payı yəni 12x vurulsun 100. Aşağıda 100x üstə gəlinsin. 58,5y. Bu da 1,2 bərabərdir. Bundan bu getdi. Burada qalır. Min x burada olur 900x bərabərdir 58,5y-ə. Y də buradan bərabərdir 900x bölünsün 58,5-ə. Deməli gətirib biz burada y-in yerinə və pozuram y-in yerinə yazacağam. 900x bölünsün 58,5 yazacağım. İndi bizə deyir ki, natrium xloridin kütlə payı omega natrium xlorid bərabərdir. Yuxarıda 900x böl 58,5 molu vuracağım bunun maliyyə kütləsinə. Aydındır. Bu zaman deməli bununla bu gedəcək. İxtisar 900x qalacaq yuxarıda. Ona görə də biz natrium xlorid üçün aşağıda 900x yazacağıq. Bu da deməli 100x-dir. Vururam 100-ə. 900-ü bölürəm deməli 1000-ə. Vururam 100-ə. Doğru cavab deməli 90 edəcək. Bir daha təkrar edirəm. 900x-i bölürəm 1000x-ə. Vururam 100-ə. Bu zaman doğru cavab 90 edəcək. 36-cı sualda qatlığı artıranda sürət artır. Maddəni xırdalayanda sürət artır. Ona görə doğru cavab 36-da D bəndi olacaq. 37-ci sual çox maraqlı bir sualdır. Diqqətlə qulaq asaq. Karbon H2O, karbon HO, karbon H2O, CO, CO, CO və bura R birləşir. Bilmirik R hansıdır. Burada 0,2 mol yağ deməli yananda 11,4 mol CO2 alınır. 1 molda nə qədər alınır? Buradan biz 11,4'ü bölürük 0,2'ye. Bu 57 ilir. 57 karbon. 57 tane karbonun 6'sı da buradadır. Onda qaldı 51'i. 3 yerə böləndə onda burada olur karbon 17, karbon 17, karbon 17. Bura həll olundu. Ondan sonrası artıq rahatdır. Nə mənada? Baxın, buradan deməli bu 0,2 moldur. Bura deməli x mol su alınıb. Düzdürmü? Hidrogen nə qədərdir burada sol tərəfdə? 0,2 vurulsun. Gliserin tərəfdə 5 hidrogen. Ancaq burada ümumən nə qədərdir? Karbonun yanında bilmirəm, onu A götürək. Bərabərdir ki, buradakı hidrogenə 2x-da, yəni suda da hidrogen vuraq. Düzdür, yoxsa yox? Buradan deməli artıq biz bunu həll edirik. Bu eləyir 1 üstə gəl. 0,2 bərabərdir 2x. Hər tərəfi deməli 2-yə böləndə eləyəcək deməli 0,5 üstə gəl 0,1 A bərabərdir x. Bu bizə lazım olacaq. Düzdürmü? Daha sonra bunun üzərinə y mol hidrogen gəlib. Və biz də bildik ki, tam doyma zamanı C17 H35 alınır. Yəni bir dənəsində 35 radikal hidrogen var. 3 dənəsində 35 vur 3 eləyir 105. 5'i də burada gliserin hissədədir. Və ümumən 110 buradan nə alınır? Yəni hidrogen alınır. Aydın məsələdə, yəni 110, amma 0,2 moldaq. 0,2 mol dəyişmirək, yəni 0,2 neçəyə vuracam? 110'a vuracam. Yenə deyirəm, bax, tam hidrogenləşmə zaman bu 17'lər hamısı 35 olur. 35 bir dənədir, 3 dənə olanda 105 eləyir. Gliserində də 5 dənə hidrogen var. Elədi 110, sadəcə 0,2'yə vururam. 110 vurulsun 0,2, bu da 22 eləyir. Yəni sonda 22 alınır. Necə alınır sonda 22? 0,2, solda 5 dənə hidrogen gliserindədir. Burada nə qədər hidrogen var bilmirəm. Onun üzərinə 2y hidrogen gələndə, yəni hidrogen sayını götürəndə, yəni molu y-dən bu atom 2y daxil.
Beraber neçə oldu? 22. Buradan da yine 1 üstə gələ 0,2a üstə gəl. 2y bərabərdir 22. Hər tərəfi deməli 2-yə böləndə 0,5 üstə gəl 0,1a üstə gəl y bərabərdir 11. İndi fikir verin diqqətlə. Bunu görürsünüz. Bunun yerine x yazacağım bax. X plus aşağıda 0,5 üstə gəl 0,1a da x plus y bərabərdir 11'e. Tapdım ki x plus y bərabərdir 11'dir. Burada isə x minus y bərabərdir 9,4. Tərəf-tərəfə toplayıram 2 qız. 9,4 ilə 11'i toplayanda eləyir 20,4. X də buradan bərabərdir 20,4'ü 2'yə böləndə 10,2 eləyir. Vəssalam, buradan 0,5 üstə gələ 0,1a bərabərdir x-in yerinə 10,2 yazıram. 10,2'dən 0,5 çıxıb 0,1'ə böləndə 97. A bərabərdir 97. Yəni burada 97 hidrogen var. Axı biz bunları ümumən götürmüşdük. 5 tane de burada 102. 97 üstə 5 kendi 102. Yəni bir dənə molekulda 102 olacaq. Doğru cavab B bəndi olacaq. 38-ci sualda görürsünüz ki, elektroz zamanı qatlıq neyinib artıbdır. Yəni A, B artıbdır. Bu da demək ki, su buxarlanıbdır. Suda nə zaman buxarlanır? Məsələn, mis 2 xloridin suda elektroz zamanı katodda mis, anodda xlor, yəni ikisi də burada duzdan getdi, çöktü. Yəni katoda toplandı. Yəni burada duz məhv oldu. Qatlıq azalacaqda duz məhv olanda. Amma natrium sulfatın suda məhv elektroz zamanı su buxarlanır. Katod, hidrogen, anod, oksigen su buxarlananda qatlıq artacaq. Sink bromiddə isə deməli sink alınır, eyni zamanda hidrogen alınır. Çünki həm metan da hidrogen alınır da. Aydındır. Sonra brom 2 üstə gələk sink hidroksid. Yəni burada artıq biz baxırıq ki, burada suyu bu təmsil edib, duz da bu təmsil edib. Yəni ki, tam burada fikir söyləmək olmadı. Yəni su buxarlarında qatlıq artır, maddə gedəndə qatlıq azalır. Ona görə buna baxmırıq. Natrium hidroksiddə isə yenə də katod, hidrogen, anod, oksigen, yəni bu zaman su buxarlanır. Ona görə də qatlıq burada artacaq. Doğru cavab 38'də Y bəndi olacaqdır. 39-cu sual. Alüminium sulfat biz hassas edir. 2 dənə alüminiuma 3 dənə SO4'ə. Deməli, bunun dissosiasiya dərəcəsi 75%. 0,2 nünün sərf olunma dərəcəsi bu qədərdir. Yəni 0,2 vur 0,75 eləyir 0,15 nü. Anyonlar N'dir. Bura 1 yazıram, 3 yazıram. M buradan bərabərdir 0,45 nü. Daha sonra natrium sulfat dissosiasiya edir 2 dənə natriuma və SO4'ə və bu zaman burada anyon 2N'dir. 2 vurulsun N'in yerine 0,45 nü yazacağım. Bura 1 yazacağım. Və bunun gəlin görək nə qədər dissosiasiya, nə qədər sərf olunur. Bu zaman 2'ni vururam. 0,45 olacaqdır. A bərabər 0,9 nü dissosiasiya, yəni sərf olur. Yəni nünün 0,9 nüsü, yəni 0,9 vurulsun deməli 190% eləyəcək. Doğru cavab D bəndi olacaq. 40-cı sual. 1,3,5 trimetil benzol. Bu 1. Sonra buraya yazıram CH3. Sonra CH. Bir də belə. Deməli 1, 3, 5 trimetil benzol. Bu yazıb ki burada ancaq benzol nüvəsindəki hidrogenlər əvəz elə. Burada da biz hara yazsaq eyni şey alınacaq. Diqqətlə baxın, hara yazsaq adlandırın. 1, 3 dimetil, 2 xlor benzol olacaq. Aydın yoxsa yox. Buradan yalnız bir dənəsini alacağım. İndi ikinciyə baxırıq. 1, 2, 4 dimetil. Fikir verin. Əvvəlcə xloru buraya yazdım. Yazanda diqqət edin. Fikir verin. 1, 2, 3, 4. Yəni birinciyə metil, ikinciyə metil, dördüncüyə metil, üçüncüyə xlor. İndi görün, belə bir ad olsa götürmürsünüz. Bunu yenə yazıram. Bura bayaq yazdıq, yəni daha yazmırıq. Bura yazıram indi xloru. Baxın. 1, 2, 3, 4, 5. Baxın diqqətin. Birinciyə metil, ikinciyə metil, beşinciyə metil, dördüncüyə xlor.
Yəni başqa adlı fikir verirsə, sonra buna baxırıq. Yenə 1, 2, 4. İndi bura yazıram. Fikir verin. 1, bu karbondur. 1, 2, 3, 4. Baxın, birinci metil, ikinci metil, beşinci metil, ancaq üçüncüyə xlor. Baxın, fərqli şeylər oldu. Eyni şeydir. Ona görə buradan da bir neçə dənəsini aldıq. Buradan biz deməli 3 dənəsini əldə etdik. Burada da 3 dənə olacaqdır. Və axırıncıya baxırıq. 1, 2, 3. Baxın, xloru bura yazsam, birinciyə metil, ikinciyə metil, üçüncüyə metil, dördüncüyə xlor. Xloru bura yazsam, birinciyə metil, ikinciyə metil, üçüncüyə metil, beşinciyə xlor. Xloru bura yazsam, birinciyə metil, ikinciyə metil, üçüncüyə metil, dördüncüyə xlor. Bunu yazmışam. Ona görə bunu götürmürəm. Yəni buradan da biz 2 dənəsini əldə edirik. Ona görə də 40-cıda doğru cavab deməli 1, 3, 2 olacaqdır.